Salam əzizaltılar. Yenə sizinlə davam edirik. Unit 1-in davamını seçməyə çalışıram. Language in Context bölməsi ilə başlayırıq dərsimizə. Deməli, burada bizə bizə burada verib ki, birinci çalışmada qələmi aktivləşdirim. Okay. Look at the examples below. Complete the sentences from the blog post in the table. Cədvələ baxın, aşağıdakı nümunəyə baxın və cədvəldə blog postdan istifadə edərək cədvəli doldurun, tamamlayın. Cədvəldə bizə verib there is, there are. Gəl onun bir qeydini verim sizə. Elə burada sizin üçün yazmaq istəyirəm. Belə qalsın. Okay. Deməli, there is, there are, var, vardır deməkdir. There is-dən sonra gəlir tək isim. Sonra isə yer zərfi qoyursunuz. For example, there is a book on the table. Masanın üzərində bir kitab var. Əgər yoxdur demək istəyirsinizsə, onda there is-dən sonra not əlavə edirsiniz. Olur there is not a book on the table. Əgər masanın üzərində kitab var demək istəyirsinizsə, onda əmizləri əvvələ keçirirsiniz sadəcə. Is there a book on the table? Masanın üzərində kitab var. Baxın, bu formada istifadə edirsiniz. There are isə istifadə olunur cəm isimlərlə. There are cəm isim və yenə yer zərfi. Okay. Sorry. Gəlin yazaq. There are books, kitablar var. İsmim cəmləşdi. On the table. Əgər kitab yoxdur demək istəyirəmsə, there aren't. There are not books on the table. Bəs kitablar var demək istəyirəmsə, sual verəcəyimsə, yenə də ara əvvələ keçirirəm sadəcə. Are there books on the table? Xəttimə görə üzrlü sayın. Sadəcə qısa bir izah vermək istədim. Okay. Qaydaq kitabımıza. Deməli, look at the examples below. Complete the sentences from the blog post in the table. Baxaq, affirmative, təsdiqdə. There's a small supermarket in Vita. Vita'da balaca bir mağaza var. Boxes, demək istəyir ki, telefon box sistem olduğu üçün there are qoyacaq burada. Gəlin qoyaq. There are red telephone boxes. İnkarda isə dediyim kimi is not, there is not və yaxud da there are not qoyuruq. A shopping center in Vita yoxdur deyirsə, there isn't. There is not və yaxud da there isn't a shopping center in Vita. Vita'da ticarət mərkəzi yoxdur. There aren't stadiums in Thames Town. Thames Town'da stadion yoxdur. Stadionlar yoxdur və yaxud da is there a school in Vita? Sual da verərkən adı əmizlər əvvələ keçir. Yəni is there, are there.
formatında verirsiniz. Is there a statue school in Vita? Vita'da məktəb var, sual verir. Yes, there is. Əgər bəli var isə bəli var. Yox deyirsə no, there isn't. There is not və yaxud da no, there isn't olaraq cavabı alırsınız. Are there stadiums in Vita? Vita'da stadionlar varmı? Yes, there are. Bəli var. No, there aren't. Xeyr, yoxdur. Ümid edirəm ki, aydın olmuşdur sizə. Read the questions in the table again. Cədvəldəki sualları yenidən oxuyun. Write the correct short answers və düzgün qısa cavabları yazın. Is there a school in Vita? Vita'da məktəb var. Yox idi deyəsən. Var idi. Yes, there are. Yes. There is, sorry. Təkcə axı. Yes, there is. Bilansında məktəbdə var idi. Are there stadiums in Vita? No idi deyəsən. No. There aren't. Çünki sual verir axı. Cəmdə verir deyə. No, there aren't. Okay. Burada da look hissəsində deyir ki, remember, xatırlayın. We use there is, there are, there is for singular. Biz there is tək isimlər üçün istifadə edirik. There are for plural nouns. There are isə cəm isimlər üçün. There is a shopping center. There are 2 shopping centers in my neighborhood. Gördüyünüz kimi eyni formada olaraq bizə verib. Complete the sentences using the correct form of there is, there are, affirmative or negative. There is, there are'ın düzgün formalarından təsdiqdə və yaxud da inkarda istifadə edin. There is a bowling alley in my neighborhood. Burada ki, qonşuluqda bowling arenası var, oyun yeri var. Cinema in Vita yoxdur deyirsə, there isn't. Burada qoyaq. There isn't a cinema in Vita. Many clothes shops in this shopping center. Var deyirsə, there are. Təsdiq üçün there are many clothes shops. A nice library in my town. Var deyirsə, there is. Tək üstəlik. A nice library tək olduğu üçün is qoyuram. There is a nice library in my town. Japanese restaurant cəm olduğu üçün near my house, evimin yaxınında və mənfi çıxma işarəsi yəni yoxdur deyirsə, there aren't. Aren't Japanese restaurants near my house. As canteen in my school. Yenə yoxdur dediyi üçün there isn't və canteen təkdir. Biz qoyuram. There isn't a canteen in my school. Məktəbimdə kantin yoxdur. Write questions about your partner's town. Use the phrases. Yoldaşınızın şəhəri haqqında suallar tərtib edin və aşağıdakı ifadələrdən istifadə edin. Is there a cinema in your town? Are there nice gyms? Mexican restaurants? Are there Mexican restaurants? In your town da deyə bilərsiniz. Şəhərinizdə Meksikan restoranları varmı? Is there a skate park? In your town ola bilər. In your town qoyaq yaxşı. A bowling alley. Is there a bowling alley in your town? Are cəm olduğu üçün are qoyacam. There clothes shops. Yenə də in your town və yaxud da are there clothes shops da deyə bilərsiniz. Match the diagrams with the words, phrases below, then listen, check and repeat. Burada verilən sözləri aşağıdakı şəkillərlə uyğunlaşdırmamızı istəyir.
Yəni sözünləri burada verilən şəkillərə uyğunlaşdırmağımız lazımdır. Behind arxasında, between arasında, in front of qarşısında, in içində, left solda, next to yanında, yaxınlığında, right sağda və yaxud da sağında. Birinci nümunə olaraq verir bizim üçün in front of, yəni qarşısında. İkincisi arxasında olduğu üçün burada behind yazacağıq. Üçüncüsü içində, görürsünüz, içərisində olduğu üçün içərisində in mənasını verəcək. In. Bu da gördüyünüz kimi ikisinin arasında qaldığı üçün top yazırıq between. Burada yanında, yaxınlığında olduğu üçün next to yazacağıq. Bu tərəfdə 6-cı şəkildə solunda olduğu üçün yazacağıq ki left. Bir dəqiqə bunu sileyim. Burada isə sağında olduğu üçün yazacağıq ki right. Onsuz right da ola bilər. Okay. Keçək çalışma 2-yə. Complete the sentences about the image. Şəkillə bağlı olan cümlələri tamamlayın. Use the correct words and phrases. Düzgün ifadələr və sözləri seçin. From exercise 1. Çalışma 1-dən. The bowling alley is on the left of the park. Bowling meydançası parkın solundadır. Baxırıq, baxın, park buradadır. Bowling meydanı da burada olduğu üçün bəli, solundadır. Yəni bu doğrudur. The shopping center is on the of the park. Parkın hansı hissəsindədir? Baxırıq. Shopping center burada olduğu üçün sağında olacaq. The right, on the right. On the right of the park. The supermarket is the shopping center. Supermarket baxın burada içəridədir. Yəni shopping center'ın içərisində olduğu üçün içərisində mənası bizə in verirdi. Supermarket is in the shopping center. The park is the bowling alley and the shopping center. Park deyir ki, bowling meydançası ilə shopping mərkəzinin, yəni bazarlıq meydanı, bazarın içində arasındadır mənasını verir bizə. Baxaq. Yes, between. Baxın, bowling alley və shopping center olacaq between. The restaurant is the shopping center. Restoran buradadır. Yanında, yaxınlığında olduğu üçün next to yazıram. Next to the shopping center. There is a man, the supermarket. Supermarketin qarşısında olduğu üçün in front of yazıram. There is a man in front of the restaurant. The restaurant is the man. Restoran kişinin arxasında qalır demək istədiyi üçün behind yazırıq. Behind the man. Behind. Ümid edirəm ki, aydın olmuşdur. Keçid dinləmək hissəsinə əvvəlcə baxaq. Əvvəlcə bizdən predict etməyimizi istəyir. What are the girls talking about? Nə haqqında danışırlar? Çox güman ki, directions to place, ya how to meet the boy. Oğlun necə tanış olmağı yox, əslində direction to a place olar deyə düşünürəm. Do the girls know the boy? Qızlar oğlanı tanıyırmı? Belə göstərdiyinə görə işarə telefonunda no, tanımır deyə düşünürəm. Listen again, yenidən qulaq asın. Complete sentences A to C, then put them in the order you hear them 1 to 3. Əvvəlcə ki, A-dan C-yə qoymağımızı istəyir, sonra isə birdən öncə qədər sıralamağımızı, amma mətndə dinləyərkən eşidib boşluqları doldurmalıyıq təbii ki də. Gəlin dinləməyə qulaq asaq və mən 4-cü çalışmaya fokuslanacağam. Boşluqları doldurmaq olsun. I don't know where the cinema is. You always get lost, Maria. That's not true, Rose. I never go to the cinema. That's why I don't know the way. I sometimes go to the stadium. I can take you there. Let me have a look at the map. We're here. The cinema is on Park Street.
Okay. Look. Can you see that sign over there? It says Parkland Cinema. But how do we get there? Excuse me, do you need any help? Yes, please. We're looking for the cinema, but we don't know how to get there. Okay, we're here, on Jefferson Street. You go straight on and turn left on Park Street. The cinema is on your right. Let me see. Straight on, then left. Is that right? Yes, Thanks for your help. that's okay. I often go to the cinema. I go every Saturday, so I know the way. Aha, dinləməyə qulaq asdıq. Sadəcə C-də diqqət etməmişəm. Ona görə yenidən qulaq asacağıq ki, görək C-ni harda deyir. I think I'm lost. I don't know where the cinema is. You always get lost, Marie. Okay. Birinci cümlədə deyilmiş bizə I don't know where the cinema is. Deməli, birincisi bunu dediyinə görə artıq birinci bunu götürsəm. Aha, can you see that sign over there? Yəni ikinci dəfə demişdi. Ən sonda isə we're on Jefferson Street deyirdi. Bu da üçüncü olur. Okay. Deməli, biz buradan birincisində qənaətə gəldik ki, çalışma işdə birdə what are the girls talking about? Elə directions to a place imiş. Then, do the girls know the boy? Oğlan tanıyırdılar mı qızlar? Təbii ki də xeyr. No. Çalışma işdə deyir ki, listen again and write the correct route. Yenidən qulaq asın və düzgün yolu göstərin. A or B? A yoxsa B? Park Street, Jefferson Street. Okay. Jefferson Street, Park Street. Okay. Elə orada B olacaq deyə düşünürəm.